Həzrəti Peyğəmbər buyurub, günahlı və çirkin işin üstünü açanın özü həmin işi görmüş kimidir. Nə isə möminin başına qaxanın özü həmin işi görməyənə qədər ölməyəcək. Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar. Möminlərin ən yaxşısı, möminlərin ünsiyyət tuta bildikləri kəsdir. Başqaları ilə ünsiyyət yaratmayan və başqalarının da onunla ünsiyyət tuta bilmədiyi kəsdə heç bir xeyir yoxdur. Əgər kaman tək əylənədək namaz qılsaz və kamana bənzəyənədək oruç tutsanız belə, pəhriskar olub günahlardan çəkinməyincə, Allah Taala sizdən qəbul etməz. Heç bir müsəlmana gecəni vəsiyyətnaməsi başının altında olmadan keçirmək yaraşmaz. Hər kimin qəlbində xardal dənəsi boyda olsa belə, təəssüb olarsa, Allah qiyamət günündə onu cahiliyyət dövrünün ərəbləri ilə birgə dirildər. Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah Taala onu öz rəhmətindən uzaqlaşdırar. İmam Əli buyurub, sağlamlığa baxıllıqdan daha çox zərər verən bir şey görmədim. Kim məqsədini ucaltsa, bədəni onu izləyər. Nəfsinizlə amansız döyüşərək, onun cilovunu öz əlinizə alın. Kim öz dinini insanların ağzından götürsə, elə insanlar da onun dinini aradan aparar. Kim öz dinini kitabdan və sünnədən götürsə, dağlar aradan getsə belə, onun dini sabit qalar. Kim səni uca tutsa, sən də onu uca tut. Kim sənə hörmətsizlik etsə, özünü onun səviyyəsinə salma. Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür. Qəzəblə ədəb mümkün deyil. Arzuların hiləsi ilə ömürlər başa vurulur. Hər kəs haqdan qeyri bir izzət axtararsa, zillətə düşər və kim haqqa inatkarlıq edərsə, xar olar. Haqq yolu birdir, amma batil yollar çoxdur. Haqqı tanıyan azdır, batil yolları tanıyan isə çoxdur. Ey cəmaat! Əgər xüsusi bir nəfər ümumi cəmaat bilmədən gizli şəkildə pis iş görmüş olsa, Allah onun günahına görə kütləni əzaba düçar etməz. Xüsusi bir fərd açıq şəkildə pis iş görsə, ancaq ümumi kütlə bunu dəyişdirməzsə, hər iki dəstə Allahın cəzasına layiq görülər. İşi gecikdirmək tənbəlliyin nişanəsidir. Xəbərçilik edən və ara qarışdıran şəxsi yalançı hesab et. İstər dedikləri doğru olsun, istər yalan. Eyb və nöqsan sifətlərindən pak olan Allahın yanında bəndələrin ən mənfuru, bütün dərdi qəmi, qarınqulluq və şəhvətpərəstlik olan kəsdir. Allaha and olsun, əgər dünyanı münafiqin üzərinə töksəm, məni sevməz. Əgər bu qılıncımla möminin burnunun üzərindən zərbə vursam, yenə məni sevər. Çünki Allah Rəsulunun belə buyurduğunu eşitmişəm. Ey Əli, səni yalnız mömin sevər və sənə yalnız münafiq nifrət bəsləyər. 3 şey bəndəni Allahın razılığına çatdırar. Çox istiğfar etmək, təvazökarlıq və sədəqə vermək. İmam Hüseyn buyurub, bəzi insanlar Allaha ondan bir şey umaraq ibadət edər. Bu ibadət tacirlərin ibadətidir. Bəziləri Allaha qorxaraq ibadət edər. Bu ibadət abidlərin ibadətidir. Bəziləri isə Allaha şükr etmək üçün ibadət edər. Bu ibadət azad insanların ibadətidir. Ən gözəl ibadət bu ibadətdir. İnsanların sizə olan ehtiyacı Allahın sizə verdiyi nemətlərdəndir. Bu nemətlərdən yorulmayın. Cahilliyin əlamətlərindən biri düşüncəsiz insanlarla mübahisə etməkdir. İmam Baqir buyurub, həqiqi şiə ancaq Allahdan qorxan və ona itaət edəndir. Onlar təvazökarlıqları, əmanətdarlıqları və Allahı çox zikr etmələri ilə tanınarlar. İnsanlarla mübahisə etməkdən çəkinin. Əgər onlar bizi sevməyi bacarsalar, sevərlər. Həqiqətən yalan danışmaq və baxışdan sonraki baxış və həmçinin bütün zülümlər
İstər az olsun, istər çox olsun, orucu pozur. İmam Sadiq buyurub, bir şəxsin namazına və orucuna aldanmayın. Çünki insan namaza və oruca adət edə bilər. Onu doğru danışmaqda və əmanətə vəfalı olmaqda imtahan edin. And olsun Allaha ki, yaxşılar nicat tapdılar. Onlar qarışqanı da incitməyən kəslərdir. Möminin Allaha qarşı günah və itaətsizlik edildiyi və onun bu vəziyyəti dəyişdirə bilmədiyi məclisdə oturması rəva deyil. Şiyələrimizdən dinini öyrənməyənlərin heç bir xeyri yoxdur. Əgər onlardan biri dinini yaxşı öyrənməsə, başqalarına ehtiyacı olacaq. Başqalarına da ehtiyacı olsa, onlar bu şəxsin xəbəri olmadan onu azğınlığa salacaqlar. 5 xüsusiyyəti olmayanla dostluq etmə, doğru danışmayan, əmanətə xəyanət edən, səni aldatmağa hazır olan, çətin gündə səni tərk edən, tamahkar olan. Kim bir mömin barəsində onu ləkəli göstərmək, mərdliyini dağıtmaq, insanların gözündən salmaq məqsədi ilə bir söz nəql edərsə, Allah onu öz vilayətindən çıxarıb şeytanın vilayətinə salar. Şeytan da onu qəbul etməz. Heç bir kəs öz daxilində bir zillət hiss etmədikcə təkəbbürlük etməz. İnsanı Allahdan ən çox uzaqlaşdıran amil budur ki, insanın bütün fikri qarnını və şəhvətini doyurmaq olsun. İmam Kazım aleyhissalam buyurub, Allahın elə bəndələri vardır ki, insanların ehtiyaclarını ödəmək üçün çalışarlar. Qiyamət günü qorxu və vahimədən uzaq olacaq kəslər məhz onlardır. İmam Rızadan nəql edilir. Bizim işimizi diri saxlayan bəndəyə Allah rəhmət etsin. Mən imamdan soruşdum. Sizin işiniz necə dirilər? İmam buyurdu. Bizim elmləri öyrənib insanlara öyrətməklə. Əgər insanlar bizim kəlamların gözəliyini bilsəydilər, mütləq bizə tabe olardılar.